İmamlar təkcə cəmaatın haqqını vermir, həm də səviyyələrini nəzərə alır. İnsanların səviyyəsini nəzərə alır. Seçim verir, zor demir insanlara. Mənə layiq deyilsiz, zorla sizi özümə tərəf çəkməyəcəm. Şərait yaradacam ki, seçim eləyəsiniz. Şərait yaradacam, bərabər şərait. Əgər bu şəraitdə Təlhə ilə Zübeyrə tərəf getsəniz, onlara layiqsiz. Mən sizi zorla yanımda saxlayası deyiləm. Zorla özümə tərəf çəkəsi deyiləm. Heç bir demokratiyanın tarixində belə bir üslub yoxdur. Tam qətiyyətlə deyirəm, yoxdur, bəşər tarixində yoxdur. Övliyaları insanlar tanımayıb. Övliyaları insanlar dəyərləndirməyib. Bu şeyləri başa düşmədən imam zaman çağırmağın mənası yoxdur. Bunların idarəçilik üsuludur. Bu insanlara izah olunmalıdır. Din gəlməyib cəmaatı öz istədiyi şəklə salsın. İmam zuhur eləmir cəmaatı öz istədiyi şəklə salsın. İmam gəlir, şərait yaratsın, cəmaat özləri istədikləri şəklə düşsünlər. İmam ictimai mühiti yaradır bunun üçün. Bugün bizə örnək göstərilən qərbdə ki, deyirlər demokratiya var. Ağıllı adam başa düşür ki, yüzlərlə vasitələr var, dolayı vasitələr var ki, insanların seçiminə incə yollarla müdaxilə olunur. İnsanların seçiminə bir totalitar sistemlərdə, Sovet dönəmində kobud müdaxilə olunurdusa, indi həmin o liberal adlanan, demokratik adlanan cəmiyyətlərdə ən incə vasitələrlə bir də görsən ki, öz təqdim elədiyi seçimi elə yeritdi təbliğatla, müxtəlif vasitələrlə insanlar robot kimi gedir onun dalıca, elə bilir ki, özü seçir. Bəs bu qədər informasiya texnologiyaları, bu inkişaf, yəni bu göz qabağındadır ki, incə, yavaş insanların seçimini öz istədiyin səmtə yönəlt. Bu, qərb bunun ustasıdır. Heç yerdə də onların o dedikləri, cəmaatdan tələb elədikləri azadlıq filan da yoxdur. Hamısı nağıllardır. Allah vəlisidir, Allahın yer üzündə elçiləridir ki, belə eləmir. Ona görə də həmişə məzlumiyyətdə olurlar. Belə eləmirlər. Əleyhissalam elə adamları iş başına qoyurdu ki, Malik kimi bir səhabə etiraz eləyirdi. Yəni, sual verirdi ki, bu necə ola bilər ki, sənin təyin elədiyin adam olsun? Bax, çox zəif adamdır. Əleyhissalam izah eləyirdi ki, cəmaat bunu istəyir. Cəmaat buna layiqdir. Cəmaatın səviyyəsini qaldırmaq lazımdır. Onu könüllü şəkildə özdə, zorla yox.